şəxs deməli, mənim deyir, əgər şəxsi əmlakım varsa, mülküm varsa, şəxsi evim varsa, onu kimlərə hədiyyə verə bilərəm? Şəxsi əmlakı adətən birinci dərəcəli ailə üzvlərinə, yəqin ki, bağışlanmadan burada söhbət gedir. Yəni, birinci dərəcəli ailə üzvlərinə bağışlanma edilə bilər. Yəni, kənar şəxslərə bağışlanma qəbul edilmir. Yəni, ona görə ki... Adətən alqı-satqı edirlər, hə? Bəli, alqı-satqı edirlər. Amma qanunvericilik həm də məhdudlaşdırmır da, düzdürmü? Hər hansı bir məhdudiyyət yoxdur. Sadəcə olaraq gələcəkdə digər ailə üzvlərinin, digər, belə deyim də, birinci dərəcəli qohumlarının hüquqlarının qorunması məqsədi ilə belə bir mexanizm qurulub və bağışlanma sırf dediyim kimi birinci dərəcəli. O birinci dərəcəliyə kimlərə aiddir? Birinci dərəcəli ailə üzvlərinə həyat yoldaşıdır, ər-arvad fərqi yoxdur. Övladlardır, ata-anadır, bəli. Onlar birinci dərəcəli. Yəni onlardan istədiyiniz şəxsə bağışlaya bilər. Bəli. Amma deyək ki, ikinci dərəcəlilərdən də kiməsə bağışlaya bilər, düzdürmü? Məsələn, o ki, nəvə ola bilərmi? Baxın, bəli, nəvə ola bilər, hesab edirəm ki. Çünki siz necədir? Burada artıq tənzimləmə biraz notariuslar bu istiqamətdə hərəsi fərqli mövqedə olduqlarına görə qanunvericiliyin hər hansı bir burada qadağası siz dediyiniz kimi yoxdur. Yəni hər hansı bir qadağa yoxdur. Lakin dediyim kimi burada artıq digər normativ aktlarla bunlar tənzimlənir və bundan ötürü artıq müraciət etmək lazımdır. Aydın.